Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bu gün sizə Masazır qəsəbəsində çox münasib qiymətə, tam şəxsi tikili, bir mərtəbəli 120 kvadrat metr sahəsi olan 3 otaqlı həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilər, evimiz çoxdan yaşayışlı evdir. Deməli, daxil olduqda sol tərəfdə bir otağımız yerləşir. Baxın, belə bir geniş otağımız var. Tavan hündürlüyü 4 metrə qədərdir. 3.80-dir, 3.70-dir tavan hündürlüyüdür. Kondisioneri, kombisi, kuxla mebelisi, hər şey hazır vəziyyətdədir. Hazır yaşayışlı evdir. Bura əslində qonaq otağıdır. Amma ev yiyəsi buranı yataq otağı kimi istifadə edir, dəyərli izləyicilər. Deməli, mən sizə digər otaqları çəkim göstəreyim. Baxın, dəyərli izləyicilərimiz. Burada böyük bir yataq otağımız yerləşir. Yəni, sözün həqiqi mənasında haradasa ölçülər 4-ün 6-ya olar. Kombisini görürsünüz orada, pəncərələr öz həyətinə baxır. 2 sot yarımda inşa edilmişdir. Həyət yanı sahəsini sizə çəkib göstərəcəm. Bura evimizin mətbəx hissəsidir ki, mətbəx də tam hazırdır. İndi evdə yaşayış var, müəyyən qədər əşyalar istifadə olunub. İstəyə görə evi yenidən təmir eləsəz, zövqünüzə görə təmir elətdirə bilərsiniz. Baxın, bura hamam otağıdır. Hündürlük möhtəşəmdir də. Bu hündürlük evə xüsusi bir gözəllik verir. Dəyərli dostlar, dəyərli izləyicilər, bura evimizin digər bir yataq otağıdır və evimizin qiyməti. Evimizin qiyməti 85.000 manat təklif olunur. Real müştəri ilə də qiymətdə razılaşmaq olacaq, dəyərli izləyicilər. Plus, üstəlik, evin mansar hissəsi var, patoloku. Mansarında rahat gəzmək olur. Mansarla bir yerdə 240 kvadrat bu evin sahəsi var. Mansarı, yəni otaq kimi istifadə etmək mümkündür və mansara çıxış, baxın, bu istiqamətdəndir, buradandır. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin həyətyanı sahəsini sizə göstərirəm. Belə bir nəhəng evimiz, geniş, kürsülü. Baxın, evin qabağında da çardaq hissəsi var ki, buranı bağlayıb da bunun da üstündə gəzmək olur. Çornu, polu falan hər şeyi vurulub, dəyərli izləyicilər. Yerdən kürsülüdür, qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xidmətləri hamısı qaydasındadır. Həyətinə də rahatçılıqla avtomobil daxil etmək mümkündür və kombi otağı falan burada yerləşir. Kombi otağıdır, aristonudur, burada evin yanında yerləşir, post qaranlıqdır. Mən sizə ona göstərə bilməyəcəm. Görürsünüz ki, genişliyi 2 metrdən çox genişliyi var oranın. Həyətyanı sahəsini sizə göstərdim. Buyurun, kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.